Şah İsmayılın Osmanlılarla müharibələri deyəndə bizim yadımıza ya Çaldıran döyüşü düşür, ya Koçhisar döyüşü. Həm də belə bir fikir gəzir ki, güya Çaldıran döyüşündən sonra Şah İsmayıl ümumiyyətlə Osmanlılarla vuruşmayıb. Amma Şah İsmayılın Osmanlılarla bir neçə döyüşləri də olur. Bunlardan birincisi 1510-cu il Qarahəmid döyüşüdür. Bu Şah İsmayılın Osmanlılarla ilk toqquşmasıdır. Daha doğrusu onun dövlətinin və həmin döyüşdə Qaraxan Ustazlı Sultan Səlimin korpusunu məğlub etmişdi. Amma Səlim şahzadə idi. İkinci döyüş 1515-ci ildə Kemah vuruşması. Kemah qalasını Osmanlılar mühasirəyə almışdılar və 400-ə yaxın zülqədərli döyüşçü ölənə qədər həmin döyüşü 6000 Osmanlı əskərinə qarşı qalanı müdafiə etmişdi. Ondan sonra qala Osmanlılar tərəfindən alınmış və həmin əskərlərin hamısı həlak olmuşdular. Üçüncüsü 1516-cı ilin əvvəli Diyarbəkir döyüşü. Həmin döyüşdə yenidən Osmanlılar qalib gəlirlər və Diyarbəkir ətrafını ələ keçirdilər. Dördüncü döyüş 1516-cı il Amid döyüşü. Həmin döyüşdə Diyarbəkirin Səfəvi qubernatoru deyək, zanişini Qaraxan Ustazlı Osmanlıları məğlub edir və Diyarbəkir ətrafını Səfəvi hakimiyyətinə qaytarmışdı. Beşinci döyüş 1516-cı ilin may ayı Koçhisar döyüşü. Həmin döyüşdə Osmanlılar qalib gəlmişdilər və Diyarbəkir ətrafını və böyük bir ərazini ələ keçirmişdilər. Lakin Osmanlılar bu ərazilərdə o qədər də möhkəmlənə bilmədilər. Sultan Süleymanın dövründə Osmanlılar bu ərazilərdə qəti möhkəmlənə bilmişdilər. Və bunun üçün deyə bilərəm ki, 1519-cu ildə ikinci Diyarbəkir döyüşü olur. Həmin döyüşdə Şah İsmayıl şəxsən iştirak edirdi və öz müridi Qəzalinin ordusuna qarşı Osmanlıları təmsil edirdi. Təkbətək döyüşdə Qəzalini yenən Şah İsmayıl Diyarbəkir ətrafını yenidən ələ keçirir və burada möhkəmlənmiş olur.